بسم الله الرحمن الرحیم. مهربان و bağışlayan Allah'ın adıyla ve yadıyla. Başıma düşüp na're-i sevdای Muhammed. من onun کوینده şeydای Muhammed. ماننده مجنون که چرخ içi cehannan. دیوانه qılıb qıl məni sevdای Muhammed. Yol bir, gücü rəhman و rəhim, qafir و səttar. Qılma məni şərməndə-i qumrahi Muhammed. Məqsudumə çatdır məni ey xaliq بیچون. من در طلب زلف سمنسای محمد. مسکین یسوی آرزوی روضه حضرت. بلغayım məsirim خاک کف پای محمد. Bulğayım yani tapdığım. Bütün izləyicilərə salam deyirəm. Mevlana'ya bir baxış görüntülərin 3-cü verilişini başlayırıq. Oxunan beytlər ki sizlərə sayğı ilə təqdim olundu, Peyğəmbərin mədhində olan Xacə Əhməd Yəsəvidən, Piri Türkistandan idi. Həmən Arif Həkim ki İslami irfanını, hikmətini Türk dilində Orta Asiyada Hicri qəmərinin 6-cı yüzilində yayıbdı. Ən böyük əsəri Divanul Hikmə, sonradan bir risalə Mir'atul Qulub adındadır ki Mir'atul Qulubu onun müridlərinin birisi yazır. Divanul Hikmə hikmətli sözlərdir ki Türk dilində bu kitabda yığılıb və Xacə Əhməd Yəsəvi bu hikmətləri o kitabda toplayıbdır. Biz Xacə Əhməd Yəsəvi ilə bağlı özənliklə türkü hikmətlərindən gələn verilişlərimizdə də danışacağıq. Təhcə münasibət bu beytlərdə oxumaqdan Peyğəmbərimizin doğum günü adlandırmaq idi. 17 Rəbiül Əvvəl sırağa günü ki Peyğəmbərimizin anadan olan günüydü, onu mübarəkləndirib sizlərə də mən bu günü kutlu və mübarək deyirəm. Mübarək olmasını arzulayıram. Axı Mevlana da Peyğəmbərin adı gələndə ayağa qalxıb sayğısını, sevgilisini belə ona göstərirdi. Məsnəvi yer ondan iz qoyub. Sevgi ilə, sayğı ilə o Allah elçisini ad aparırdı. 3-cü dəftərdə Mevlana Peyğəmbər barəsində belə danışır. Mustafa را وعده کرد الطاف حق گر بمیری تو نمیرد این سبق Mustafa'ya verdi söz hak ey emin emin ol ölsən də itməz yündəmin mən kitab و معجزت را رافعم بیش و کم کن راز قرآن مانعم salaram əflakə Qur'anın səsin saxlaram mən artırıb əskilməsin mən tura əndər du aləm hafizəm ta inan ra az hədisət rafizəm iki aləmdə səni yüksəldərəm kimsə sənə büssə ağız əskildərəm kəs nətavəd بیش و کم کردن درو تو به از من حافظی دیگر مجو el qatanmaz bir nəfər Qur'anına həqdir hər yanda xeyran hafıza رونقت را روز روز افزون کنم نام تو بر زر و بر نقره نهم günü gündən ucalassan səslənən adını heç kim salanmaz sikkədən minbər و mihrab sazam بهر تو در محبت قهر من شد قهر تو paç adındır ronaqi minbərlərin istəyimdir hər zamanda istəyin نام تو از ترس پنهان می گویند چون نماز آرند پنهان می شوند adını